Herkese salam, kanalıma hoş geldiniz. Bugün keramikaya gedirəm və istəyirəm ki, sizə də video çəkim, paylaşım. Belə geyindim. Sade və rahat giyinmək istedim. Üstündən də belə bir şey aldım çünkü hava artıq istidir və evdən indi çıxmamız lazım. Əvvəlcə bir dənə sifarişim var. Onu qonşuya bırakacağım ki, mən gəlməmiş. Mən gəlməmiş əgər müştəri gəlsə qonşum onu versin. Burada da həmişə kargolar gələndə belə qalın pat-pat paketlər olur. Onu da seramikçi qıza verəcəm ki, onu da belə sifarişlərini müştərilərə verəndə içinə qoyabilsin. Hava da möhtəşəmdir bugün. Quş səsləri falan filan. Bu gördükləriniz hamısı buraya gələn müştərilərin əl işləridir. Hazırladıktan sonra buraya qoyulur, burada quruyur. Tekrar buraya gəldikdən sonra buradan götürürük. Davamını edib, yəni boyamasını, hamarlaşdırmasını edib, ondan sonra isə qoyuruq sırlanmağa. Sırlanıb bişdikdən sonra isə tekrar bu hissəyə qoyurlar və biz gələndə öz əl işlərimizi axtarırıq onun içindən. Burada isə bizim işlədiyimiz masa var. Və bunlarda mənim əvvəlki dərslərdə hazırladıklarımda artıq gördüyünüz gibi sırlanıb və bişib hazır olub. Bişəndən sonra verdiyi renk efekti o kadar güzeldi ki. Biraz formu böyle aşağısı böyle inik yapmaya çalıştım ama böyle kahve fincanı. Ben şunu sarayım. Anam üçün fincan hazırlamaq istedim. Qız isə mənə xəmir verdi və başladım işə. Əvvəlcə xəmiri açmaqla başladım, ancaq bu hissələri sizə göstərmədim. Bugünkü əl işim. Üstünde fırçayla minnacık geç. Küçük fırçayla istedim. Çok iyiyim. Yanında bir küçük var. Gördüm. Ya aklıma gelmedi. Eve geldim. Bunları biraz daha detaylı göstermek istedim. Bunu oğluma hazırlamıştım. Stitchli bir kase. Sadece bunun boyamasını çok elə yaxşı eləyə bilməmişəm. Islak olanda, boyayanda tam belli olmur necə boyandığı. Yəni qəşəng görsənir, sanki hər yerini eyni tonda boyamısan, amma belə sırlanıb bişəndən sonra belli olur ki, necədir. Amma gözünü falan qəşəng çəkmişəm. Bəyəndim yəni. Sadəcə başqa renk tonları şeydir, amma bu halı da qəşəng görsənir. Oğlum da çox bəyənəcəyinə inanıram. Kasadır bu sadece. Belki de yemeklerini bunun içinde yemek istəyər diye düşündüm. Bunun altını da əslində sır eləyib. Normalde alt hissəsini çok sırlanmır ki fırının içinde yapışmasın. Bakın bunu da eləmiştim en son. Bunda çok güzel olub. Sarı boya normalde riskli boya olur. Ama bu qəşəng olub da arxası bunun sırlanmayıb. Bunu sadece belə duvara asmaq üçündür. Veya sadece kuxnada tezgah üstüne koymaq olar. Ve bu biraz məni üzdü. Bunu çünkü boyasını ola bilsin ki çox eləmişəm. 2 qat olmalıdır. Amma mən yanlışlıkla 3 qat eləmiş ola bilərəm. Baxın burada belli olur mu? Çartlaqlar görsənir. Yəni üstündəki bu sır şey kimidir. Necə deyim, yəni bu parlaq olan vernik hissəsi. Baxın belə çatlaqlar əmələ gəlir və buradan qopub üstü qopa bilər. Yəni lak kimi də düşünün, laklar olur. Stola falan çəkirlər, yerə çəkirlər. Baxın hətta burasının düşdü. Belə olur yəni. Çox qalın boyamışam, ola bilsin fərqində olmadan o hissələrə 3 qat vurmuşam. Amma belə də ki pis deyil. Bunun da yenə rəngləri tam istədiyim kimi olmayıb. Baxın bu qulpumdakı belə olub.
Bu isə belədir. Əslində orada mən rozvi rəng istəyirdim, yəni açıq rozvi. Orada da hani bəzi rozvilərin alınmağı üçün başqa rəng əslində vurulur. Deyək ki, mən də məsələn bax bu əslində rozvi idi. Mən bunu rozvi boyadım. Ancaq bu bişəndən sonra rəngi, hani sırlanıb bişəndən sonra rəngi mor olur. Yəni mən mor istədiyimi dedim və o mənə rozvi verdi. Yəni ki bu rəng bişəndən sonra mor olacaq dedi. Mor deyirəm də türkçə, yəni bənövşəyi rəng. Tam da bənövşəyi rəngdə deyil bu, amma tam stitchin eyni rənginə uyğundur. Bunu isə yenə rozvi olsun demişdim bişəndən sonra. Belə olub, amma bu halı da pis deyil əslində. Yəni belə də elə onsuz da ki əl işidir. Əl işini də biraz təbii halında saxlamaq lazımdır. Bunu belə dəst halında belə səhər yeməyini yemək üçün eləmək istəmişdim ki, bunun içində bowl, yəni ki Herkules falan eləsəm. Bir tık da böyük eləmişəm. Əslində salat kasası kimi olubdu. Qəşəngdir əslində. Qonaq falan gələrkən də bunu istifadə eləyə bilərəm deyə düşündüm. Rənglər də çox gözəldir. Amma ən çox favorim bu ikisi oldu. Bugün də mamam üçün bir şeylər elədim. Çiçəkli bir stəkan elədim belə. İndi isə gəldim. Müştərim gələcək sifarişi götürməyə. Onu gözləyirəm. Və çox acmışam. Səhər heç bir şey yemədim. Sadəcə bir banan yedim, çıxdım. Ev də biraz dağınıqdır. Çünki bu aralar bir şeyləri ora-bura yerləşdirib yerini dəyişmə işləri görürəm. Ona görə belədir. Yəni qabları falan çıxartmışam. Demək olar ki, yerləşdirmişəm də, amma yenə də dağınıqdır. Burada da göyərtilərim var. Hətta orada da var. Xeyli göyərti almışdım. İndi bunları sirkəli suya qoydum getmədən əvvəl ki, onları belə kətə kimi bir şey eləmək istəyirəm. Bunlar da mənim yasəmən güllərim. Ən sevdiyim güllər. Təbii ki, çox gözəllənir. Yasəmən olaraq yasəmən gülü ola bilər. Çox qəşəngdir. Hal-hazırda bir neçə saat keçdi. Göstərə bilmədim əslində bu etdiklərimi. Çünki dostum gəlmişdi. Otururduq onlarla oturaraq bunları elədim. Deməli, bütün göyərtilərin hamısını doğradım. Burada petruşka və çüyüt var. Biraz soğan doğradım və buna ən son pendir qatacağım və bazlama tərzi, yəni ki mayasız xəmir eləyəcəm və tez bunu tavada kətə kimi eləyəcəm. Burada da tez pratik olsun deyə biraz qreçka bişirmək istədim. Və göyərtilərdən də biraz bu paketlərə qoyub buzluğa attım. Burada kişniş var. Kişniş qatmadım əslində buraya, bilmirəm. Əslində dadını çox sevirəm, bilmirəm qatım mı. Çünki bəlkə bundan biraz artıq eləsəm, kətədən buzluğa atsam, kursa falan apararam. Bizim burada kursumuz var, Türklərlə olan. Oraya apara bilərəm. Orada da onların çoxusu kişmiş yemir. Yəni kişnişin dadını ümumiyyətlə heç sevmirlər, qoxusunu heç sevmirlər. Qeyri-adi bir durum var Türklər arasında bu kişnişə qarşı. Ona görə bilmədim qatım, amma mənim özüm çox-çox sevirəm. Yəni ki, kətəni falan içində. Çüyüt var burada və burada petruşka. Bunları belə buzluğa atıram və yemək falan hazırlayanda buzlu bunlar yeməyin içine atıram və çox pratik olur. Yəni tez o anda ya göyərtim olmasa ya doğramağa ərinsəm falan, bunlar çox pratik olur həqiqətən və həmişə təzə saxlayır. Yəni təzə imiş kimi təzə orada qalır. İndi isə bunları buzluğa atacağım. Və buzluqda belə bişmiş toyuq filesi var idi. Bunu da indi çıxartdım. Tez qreçkanın içine attım ki hem bunun içinde buzu açılsın, hem de qreçkaya biraz dad versin. Beş dəqiqəyə açılacaq və hazır olacaq. Növbəti gündən salam. Dünən daha çox çəkmədiyimi fark etdim. Dünən qutablarımı bişirdim. Əslində daha çox bişirmişdim. Amma həm evdə yeyildi, həm qonşuya da getdim. Orada götürdüm. İndi isə səhər yeməyimi də bir dənə bundan yedim. Çox yeməyəcəm. Normalda əslində mən bunu tavada sadəcə yağsız eləyib üstünü yağlayacaqdım. Ondan sonra onun daha biraz gec proses olduğunu düşündüm və yağda qızartmağa qərar verdim ki, daha tez bişsin. Tadı da çox gözəl idi.
Bugün üçün əslində heç bir planım yoxdur. Evdəyəm hələ ki və ona görə də evi təmizləmək istəyirəm. Biraz evi düzəldib balkonu düzəltmək istəyirəm, təmizləmək istəyirəm. Çünki balkonum çox dağınıqdır və artıq havalar isindiyi üçün balkon sezonu açılsın istəyirəm və balkonda bol-bol oturmaq istəyirəm. Ona görə bugün yəqin ki biraz evlə məşğul olacağam. İndi bilmirəm nə qədər çəkə bilərəm çünki yəni iş görərək video çəkmək çox da asan deyil. Bu aralar yenə evdə bir şeyləri bir yerə daşıyıram, onu oraya daşıyıram, bunu buraya daşıyıram, yerini dəyişdirirəm, amma yenə də istədiyim kimi paletkanı əldə edə bilmirəm. Çünki qoymağa çox yerim yoxdur. Ona görə də bəzi əşyaları azaldıb əldən çıxartmağı düşünürəm. Gün içində ağlıma gəldikcə bir şeylər çəkib paylaşmağa çalışacağım. Hal-hazırda akşamdır, saat 7'nin yarısıdır. Balkonu çok güzel temizledim bugün. Axın. Yeni de çok temiz görsənmir, çünkü həqiqətən birinci mərtəbə belə olur. Bitkilərimi də ora koydum. Bəzi şeyler var buradan gidecek. Ama yine de güzel oldu. Burada da yine bitkilerim var. Birazdan indi burada oturmaq istəyirəm akşam. Robotu da açmıştım evi süpürsün diye. İndi hamısını bunların yerine düzeldip bilmirəm nə edəcəyimi. Bugün halsız kimiyəm. Bugün də elə doğru düzgün örgü işi görməmişəm. Görək, biraz bəlkə parka çıxaram. Bu hissədən də iş masasını, yataq otağını götürdüm hələlik. Çünki burada etmək istədiyim dəyişikliklər var. Daha doğrusu bu hissədə. Ondan sonra geri gətirəcəm, amma müvəqqəti olaraq hələlik ora qoymuşam. Orada da pis deyil əslində, orada yaxşı oldu. Biraz uzanıb kitab oxuyum dedim. Əslində səhərdən ürəyim marojna istəyir, amma çıxmağa ərinirəm evdən. İndi oğlumla yoldaşımın gəlməyini gözləyirəm. Onlar gələndən sonra bəlkə çıxıb aldım. Biraz yenə dincələcəm. Dediyim kimi bugün halsızam. Bu kitabı oxuyuram. Yəni normal maraqlı kitabdır. Məgərsəm Kaladinlikdə bizim dondurmamız var imiş, həm də neçə dənə. Heç ağlıma belə gəlmədi ki, mən Kaladinlik açım baxım. Normalda mənim həmişə evdə stoklarım olur. Şokolad olsun, peçenya olsun, dondurma olsun. Hələ qış ayında belə bizim evdə dondurmamız olurdu. Amma niyəsə heç bugün açıb baxmaq ağlıma gəlmədi. Şokoladlı sevmirəm əslində, sadə vanilli sevirəm, amma buna da şükür.